Salam değerli müdavimler, abituriyentler, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Değerli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz 15-ci əsrdə Azərbaycan ərazisində sosial, iqtisadi, mədəni həyat. Görək nələr baş verib. Dövlət idarəçilik sistemi, bu dövrün formalaşmış dövlət idarəçilik sistemi, Səlcuqlu idarəçilik sistemini və Elxanilər dönəmində Monqol elementlərinin əlavə olunması ilə formalaşmışdı. Yəni, bazasında, əsasında Səlcuqlu idarə etmə sistemi var idi. Elxanilər dövründə isə Monqol idarəçilik elementləri də əlavə olunmuşdu. Bu dövrün dövlətdə mühüm rol oynayan təbəqələri hansılar idi? Oturaq feodallar, ruhanilər və deməli, yarımköçmə hərbi əyanlar. Bunlar dövlətin idarə olunmasında mühüm rol oynayırdılar. Mərkəzləşdirilmiş dövlət qura bilmədi. Nə Ağqoyunlular, nə də Qaraqoyunlular qura bilmədi. Bunun da səbəbləri var idi. Nədən mərkəzləşdirmə mövcud olmadı? Bir, elatlara tam nəzarət olunmaması. Yəni, yarımköçmə hərbi əyanlar ki var, onlara vilayət hakimləri idi, onların əksəriyyəti. Onlara deməli, tam nəzarət edə bilmirdi dövlət. Eyni zamanda soyurqal sistemi. Soyurqal sistemi də dövlətin mərkəzləşdirməsinə deməli, ciddi maneə törədirdi. İdarəçilik sistemi hansı ardıcıllıqla gedir, onu da sizə izah edək. Birinci şəxs, həm Ağqoyunluda, həm Qaraqoyunluda, birinci şəxs padşah, şah. Deməli, qeyri-məhdud hakimiyyətə malikdir. Dövlət onun nəzarətindədir. İkinci şəxs, Əmirül-Ümara. Əmirül-Ümara hərbi başçıdır, yəni baş komandandır. Birbaşa hökmdar tərəfindən təyin olunurdu. Üçüncü şəxs, Sədr-Əzəmdir. Sədr-Əzəm, buna Mövlana kimi də rast gəlirik. Deməli, ruhanilərin başçısıdır. Vəqf işlərinə, dini işlərə rəhbərlik edir. Dördüncü şəxs gəlir, baş vəzir. Baş vəzir nə işə baxır? Deməli, sahibi divandır. Sonra şahın möhürdarı idi. Daxili və xarici işlərə nəzarət edirdi. Dövlət idarəçilik sisteminə bir növ nəzarət edirdi. Təbaçı qoşun toplayan deməkdir. Deməli, bu dövrdə qoşunların toplanmasına nəzarət edirdi, onları siyahılaşdırırdı. Qazı, məhkəmə və dini işlərə rəhbərlik edirdi. Əmir, deməli, yarımköçmə əyanlardan toplanan, tayfalardan toplanan qoşunlara deməli, başçılıq edirdi əmir. Eyni zamanda məşvərətçi orqanlar mövcud idi. Bu zaman iki məşvərətçi orqan mövcud idi. Ali divan. Bu məşvərətçi orqan açıq məşvərətçi orqan idi. Rəhbər vəzifəli şəxslərin şah ətrafında, padşah ətrafında toplanaraq məşvərət etməsi kimi görürük. Kənqaş var idi, digər adı Gənəş. Deməli, Kənqaş isə qapalı məşvərətçi orqan idi. Yəni, daha gizli məsələlər, daha dar bir ortamda deməli, müzakirə olunurdu. Ordu necə qurulmuşdu? Ordu əsasən iki hissədən ibarət idi. Elat qoşunu və xassi əskərləri. Elat qoşunu, deməli, müharibə zamanı toplanır. Elat qoşunu yarımköçəri əyanlardan, tayfalardan toplanır və müharibə dönəmində maaş alırdı. Amma xassi əskərləri isə ordunun özəyini təşkil edirdi və illik maaş alırdı. Eyni zamanda kəşfiyyat dəstəsi var idi bu zaman. Ona da qaravul deyirdilər, kəşfiyyat dəstəsi. Torpaq mülkiyyəti formaları hansılar idi 15-ci əsrdə bir baxaq. Deməli, ənənəvi olaraq dövlət torpaqları, yəni divan torpaqları, xassə, xüsusi irsi torpaqlar, yəni mülk torpaqları, vəqf torpaqları, cəmaət torpaqları və əlavə olaraq deyək ki, yeni torpaq mülkiyyəti soyurqal torpaqları idi 15-ci əsrdə. Deməli, soyurqalın nə kimi xüsusiyyəti var idi? Nəyə görə biz soyurqalı tarix öyrənərkən deyirik ki, mərkəzləşdirməyə mane olurdu? Soyurqal torpağı, Monqolca ehsan bəxşiş deməkdir. Adından göründüyü kimi əvəzsiz olaraq verildi. Yəni, bir də o geri qayıtmayacaq. İqta əvəzi verilsə də, mahiyyəti iqtadan fərqli idi. Yəni, xüsusi xidmət müqabilində əyanlara verilirdi, iqta əvəzi kimi görə bilərik. Amma diqqət edin, irsən keçirdi, vergidən azad idi. Görürsünüzmü? Yəni, bu iqtadan ciddi fərqlənir.
Bu dövr üçün 15-ci əsrlərdə həm Ağqoyunlu, həm Qaraqoyunlu deməli dövlətlərinə aiddir. 15-ci əsrdə iqtisadi mənbə nə idi? Dövlət necə yaşayırdı? Hansı iqtisadi gəlirlər hesabına? Vergilər hesabına və xariclə olan ticarət gəlirləri hesabına deməli iqtisadi mənbə formalaşırdı. Dəyərli yoldaşlar, biz deməli Ağqoyunlu dövlətində Həsən Padşahın qanunnaməsini görürük tarixdə. Həsən Padşahın qanunnaməsinin verilməsində iki məqsəd var idi. İqtisadi güclənmək və vergiləri nizamlamaq. Əsasən vergi sistemi üzərində qurulmuşdu bu qanunnamə. Deməli, nəticədə vergilər azaldılır. Malcəhət vergisi 5də 1-ə qədər endirilir. Deməli, bu qanunnamə Səfəvilər dönəminin ilk əsrinə, yəni 16-cı əsrə kimi deməli qüvvədə olub Həsən Padşah qanunnaməsi. Dəyərli yoldaşlar, keçirik vergilərə. Nə kimi, hansı vergilər var idi 15-ci əsrdə? Malcəhət vergisi. Malcəhət vergisi əsas vergi idi, məhsul vergisi idi. Yəni, məhsuldan alınan vergi idi. İki, bəhrə vergisi idi. Suvarmadan istifadəyə görə alınırdı. Buna gəlir vergisi kimi baxmaq olar. Üçüncü, çoban bəyi idi. Çoban bəyi otlaqlardan istifadə üçün alınırdı və kimdən alınırdı? Elatlardan alınırdı. Yəni, yarım köçmə tayfalardan. Dördüncü vergimiz cizyə vergisidir. Ənənəvi cizyə vergisini tanıyırıq. Deməli, can vergisidir, xristianlardan alınırdı. Və beşincisi tamğa vergisidir. Tamğa vergisi sənətkarlardan və tacirlərdən alınırdı. Ümumiyyətlə 1430-1480-ci illərdə, yəni 15-ci əsrin 30-80-ci illərində deməli nisbi siyasi sabitlik var idi. Və bu siyasi sabitlik iqtisadi tənəzzülün qarşısını aldı müəyyən qədər və nəticədə şəhər həyatı canlandı. Unutmayın yoldaşlar, 1430-80-ci illərin iqtisadi xarakteristikasını testdə bizdən soruşsalar, müsbət olanları yazırıq, yəni müsbətləri götürürük. Sonra sənətkarlıq və ticarət mərkəzləri əsasən 3 böyük şəhərimiz var. Təbriz, Gəncə, Ərdəbil şəhərləri 15-ci əsrin sənətkarlıq və ticarət mərkəzləri hesab olunur. Məsələn, İtalyan səyyahı Contarini Şamaxını Təbrizdən üstün hesab edirdi. İtalyan səyyahı Contarini Şamaxını Təbrizdən üstün hesab edirdi. Qərbdə Azərbaycan hansı məhsulu ilə tanınırdı? Əlbəttə ki, ipəyi ilə qərbdə tanınırdı. Azərbaycan ipəyi, yəni ipək bazarında qərbdə əsas ipək sayılırdı. İtalyan tacirləri hansı yolla Azərbaycana gəlirdilər ticarət üçün? Deməli, Qaradənizdən Azova keçirdilər, Azovdan Don vasitəsilə gəlirdilər, sonra Volqa çayı, sonra da Xəzər yolu ilə gəlib Azərbaycana ticarət edirdilər. Azərbaycanın xam ipəyi eyni zamanda Bursa və İstanbul şəhərlərinin toxuculuq müəssisələrini xam ipəklə təmin edirdi Azərbaycan ipəyi. Bəs bu dövrdə 15-ci əsrdə Gürcü və erməni ruhanilərinə münasibət necə idi? Deməli, onlar vergilərdən azad edilmişdilər, kilsə və monastırların ümumi vergi toxunulmazlığı var idi. 1441-ci ildə gələcəkdə Azərbaycan tarixində mənfi bir iz buraxacaq hadisə baş verir. 1441-ci ildə Cahanşah Qriqoryan katolikosluğunun, yəni Qriqoryan kilsəsinin katolikosluğunun mərkəzini 1441-dən əvvəl Kilikiyada yerləşirdi. 1941-ci ildə bu katolikosluğun ruhaniləri Cahanşaha müraciət edirlər 1441-ci ildə ki, biz İstəyirik ki, katolikosluğun mərkəzini Kilikiyadan 3 müəzzinə, 3 kilsəyə köçürək. Və Cahanşah buna icazə verir. Və nəticədə onlar köçürlər. Köçdükdən sonra İrəvan ətrafında möhkəmlənirlər. Getdikcə torpaqları yerli feodallardan almağa başlayırlar. Hətta zaman keçdikcə ermənilərin ora köçürülməsini də sürətləndirirlər və təsirlərini İrəvan bölgəsində artırırlar. Bu tarixi səhv gələcəkdə Azərbaycan üçün ciddi problemləri yaradır. Ümumiyyətlə, məlumat verək ki, 3 müəzzin kilsəsi var. 3 müəzzin. Hal-hazırda Ermənistan katolikosluğunun rəhbərliyi oradadır. 3 müəzzin kilsəsi 13-cü əsrə aiddir, dəyərli yoldaşlar.
1441-ci ildə erməni katolikosluğu köçüb ora. Amma o 13-cü əsrdə yaranıb. Kimlərə məxsus idi Üç Müəzzin kilsəsi? Xristian Qıpçaq türklərinin, Qıpçaqların, Xristian Qıpçaqların məbədi idi əslində. 1441-ci ildə isə erməni Qriqoryan kilsəsinin katolikosluğu ora köçür. Dəyərli yoldaşlar, mədəniyyət bölməsini növbəti slayda sizə izah edəcəm, izləmədə qalın. Dəyərli yoldaşlar, 15-ci əsr Azərbaycan mədəniyyəti. 15-ci əsr Azərbaycan mədəniyyəti haqqında danışanda mütləq Cahanşah Həqiqi və Həsən Padşah haqqında danışmaq lazımdır. Çünki onlar ümumilikdə abadlıq işləri aparmış, bir sıra tikintilərin sifarişini vermiş, eyni zamanda alimləri də himayə etmişdilər. Həsən Padşahın tapşırığı ilə Oğuz türklərinin tarixi yazılmışdı. Deməli, Quranı tərcümə etdirmişdi daha doğrusu Qara Yusiflə Həsən Padşah. Dövrün musiqicisi Əbdülqadir Marağayi idi. Memarlıq abidələrindən danışaq. Deməli, 15-ci əsr Azərbaycan memarlıq abidələri. Bakıda Şirvanşahlar Saray kompleksi və divanxana. Təbrizdə Göy məscid 1465-ci ildə Cahanşah tərəfindən inşa etdirilmişdir. Yenə Təbrizdə Həşt Behişt Saray kompleksi 1483-cü ildə Yaqub Padşah tərəfindən sifariş olunub. Eyni zamanda Təbrizdə Həsən Padşah məscidi və Təbrizdə Qeysəriyyə bazarı. Qeysəriyyə bazarı da Həsən Padşah tərəfindən inşa olunmuşdur. Dəyərli yoldaşlar, ümumilikdə Azərbaycan 15-ci əsrlərdə sosial-iqtisadi, mədəni həyatı ilə bağlı məsələlər bu qədər. Dinləmədə olun, digər videolarımız da davam edir.